Hüseyn 3-cü sinifi bitirib və hələ də kitabı götürür və heyecanla oxuyur. Yazı yazanda çoxsaylı səhvlər edir, hərfləri hələ də səhv salır. Ada-ada hətta özü belə xəttindən oxuya bilmir. Ailə düşünür ki, tənbəllikdir. Müəllim düşünür ki, bir zəka sıxıntısı var. Amma qəribədir. Sevdiyi cizgi filmlərini, kinoları əzbər danışa bilir. Əgər anası, atası, nənəsi ona kitabı oxuyursa, onu bir dəfəyə danışa bilir. O cümlədən nağılları və ya tapşırıqları, amma özü oxumağa gələndə əziyyət çəkir. Və hətta fikir verir bilər ki, şifahi tapşırıqları dərhal cavab verir, yerindən cavab verir, yaxşı cavab verir, amma yazmaq və oxumaqda əziyyət çəkir. Bu, inkişaf pozuntusunun bir formasıdır. Özgür öyrənmə pozuntusunun bir formasıdır. Buna deyirlər disleksiya. Bəs qədər geniş yayılmış haldır və uşaqların 5-10% kimisində ehtimal olunur və təəssüf olsun ki, bunun olduğu müddətdə və xüsusi yardım almadığı müddətdə uşaqlar ciddi əziyyət çəkirlər. Çünki onlar məhz məlumatın alınma formasında sıxıntıları olduğu üçün keyfiyyətli təhsil almaqdan və özlərini realizasiya etməkdən əziyyət çəkirlər.